oyaq insanların 5 dənə əlaməti var. Hədisdən deyirəm sizə ki, mən ayılmışam, yoxsa qafiləm. Məsum buyurur, 5 dənə xüsusiyyətin olsa qəflətdə deyilsən. Bunlar nöqtə sözlərdir ki, Əhl-i Beyt bizi çıxarış edir. Nədir olar? Buyurur, əlamətul intibah xəms. İntibah yəni oyanış. 5 dənədir. Birinci budur. İzə zəkərələ məvla iftəxərə. Rəbbi zikr edib, xatırlayıb, fəxr edirsən ki, mən belə Allahım. Allahı yada sala bilirsənsə, qafil deyilsən. Onu yadala salandan sonra içində bir fəxr və sevinç bu mənada yaranırsa, deməli sən qafil deyilsən. Deməli sən qafil deyilsən. Sən bir nəfər sənə deyir ki, kömək eləyə bilərsən, deyirsən, inşallah Allah kömək eləsin, görək nə olar. Deyirəm, o saxlayı, eləyə bilərsən. Bu, Allahla iftəxərə fəxr eləmir ki. Gözü qalıb orada burada. Bir deyək ki, mənim böyük yaradanım var, xaliqim var, Rəbbim var. Onu ilə fəxr eləyə bilirsə, qafil deyil. Qəflətdən ayrılır. Davamında nə buyurur? İzə zəkərə nəfsəhu iftəqərə. Elə ki, özünü bütün canı ilə Allahın huzurunda duydu, hiss elədi, fəqir olduğunu Allahın huzurunda anlaya bildisə, Allahın huzurunda ki, yəni mənim əllərim boşdur. Öz Allaha baxanda fəxr edir, özünə baxanda deyil, heç nəyim yoxdur sənin dərgahında. Bu hala yetişə bilibsə, qafil deyil o insan. Yoxdan, məsələn, mən bu qədər ibadət eləmişəm, itaət eləmişəm, filan, Allaha da özünə borclu bilir bəşər, bu deyil, qafildir. İzə zəkərə nəfsəhu iftəqərə. Elə ki, özünə qayıdış edir ki, əllərim sənin huzurunda boşdur. Üçüncü nədir? Buyurur, məsum buyurur, İzə zəkərət dünya i'təbərə. Elə ki, dünyaya baxır, ibrət alır. İbrət alır. Moizələr təsir edir ona. Deyir, ona qafil deyil olsun. Bir də Harun Rəşid İmam Musa Kazıma məktub yazdı ki, mənim moizə ilə. İmam yazdı ona ki, hara baxsan moizədir də. Moizə istəyirsən. Yəni istəyirsən ki, sən moizədən çıxardansan. Hara baxsan moizədir. Hədisdə var ki, elə ki bir cənazəni aparırsan, İzə əntə həməltə cənazə. Bir dənə cənazə ki aparırsan, fəkun ki ənnəkə əntəl məhmul. Elə bir ki, elə sən girsən o içində. Özü nəzərə al, ibrət al ondan. Kənnəkə səaltə Rabbək ər-rücu ilə dünya və sən idin o cənazədə Allahdan izin aldı, təzdən qayıtdın dünyaya. Yəni mənə bu cənazə, mənə də cənazəm geyəcək. Çox maraqlıdır. Kim olursan ol, sonda cənazəsən. Kim olursan? Hansı titulun olur olsun? Pulun, sərvətin. Fikir versən, ölən kimi, yəni 2 dəqiqə keçən kimi zəng ellər, cənazə haradadır? Qüsül veriblər cənazəyə. Cənazəni apardılar. Cənazəni bastırdılar. Adını demirlər, Ha, o nə deyir? Deyir, cənazə nə oldu? Yəni cənazəsən. Sardı getdi. O sərvət də bitdi, imkan da bitdi, hər şey də bitdi. O mənada qüdrətin də əlindən getdi, bu birisi mənada cənazəsən. Adam buna nəticə çıxardı. Qoxu məqraba deyir, məəxər. Nə qoydu getdi? Uşaqlara nə qoydu getdi? Hələ qalıb emeyi də orada da deyə. Qoxu məqraba bir-birinə danışır. Sənlə nə qoydu getdi? Abi bastırsınlar da bunu. Mələkə də o tərəfdən hələ bastırmıyorlar. Mən qatda mənə göndərib. Mələkə deyir, nə göndərib? Qoxu məqraba deyir, nə qoydu getdi? Bəşər, nə maraqlı insandır, nə maraqlı varlıqdır. Biri qıraqdan baxır, ay Allah, filan kəs də öldü. Deyirlər, hə, öldü. İnana bilmirlər. Hələ bilirlər ki, ölməməlidir o. Niyə ölməməlidir? Ölücüydü. Xulası ibrət alasan, ibrət. 4-cü xüsusiyyət budur, oyaq insanlar. İzə zəkərə Rəbbəh istəxvara. Rəbbi yada düşəndə, Rəbb kəlməsi gələn kimi zeynə, Rəbb odur ki, məni unutmayıb, mənə ustaddır, mənim müəllimimdir, mənim tərbiyə eləyənimdir, mənim mürəbbimdir, Rəbb bu. Elə ki, Rəbb yadına düşdü, istəxvar eləyir, Allah mənə bağışla.
İza zəkərəl axirə istəbşirə. Axirət yadan düşəndə sevinc gəlir qəlbinə ki, mən əbədi varlığam, bitməyəcəm. Əgər bu 5 xüsusiyyətiniz varsa, deyə qafil deyilsiniz.